Bu sual desən tələbələrin bir çox soruşmuşdu. Ümumi şifrələmənin məntiqindən danışım sizə. Şifrləmə nədir? Bir şeyi gizlətmək. Onu bir şifrə altında gizlətmək. Hansısa bir məlum bir məlumatı şifrələyərək onu gizli bir şəklə salmaq. Nə zaman istifadə edə bilərsiniz? Hardansa harasa məxfi məlumat ötürəndə onu şifrələyərək göndərə bilərsiniz. Həmin məlumatı kim oxuya bilər ancaq? Şifrə kimdə varsa o oxuya bilər. Dövlətlər məsəl üçün gizli məlumatlar və s. bir-birinə ötürəndə şifrləmədən istifadə edirlər. Və düşmənlər bu şifrəni aça bilməsin deyə hər zaman çalışırlar ki, bu şifrəni təkmilləşdirsinlər. Daha mükəmməl şifrələr qursunlar ki, düşmən həmin məlumatları oxuya bilməsin. İndi DİM də sizə qarşı təqribən oxşar bir şey eləyir. Bundan əvvəlki şifrələri rahat şəkildə həll eləmişdiniz. Amma bu şifrəyə gəlib çıxanda çətinlik yaşayırsınız. Səbəb nədir? Çünki DİM hər il çalışır ki, daha mükəmməl şifrələr düzəltsin ki, siz onun həllini tapa bilməyəsiniz. Və yaxud da həllini taparkən çətinlik çəkəsiniz. Deyə bilərsiniz ki, DİM bizlə düşmənçilik edirmi? Xeyr, sizlə düşmənçilik eləmir. Bunun səbəbi nədir? Əgər suallar hamısı standart eyni tip suallar olsa, eyni tip sualları bütün tələbələr əzbərləyib gedib cavablayarlar. Nəticədə tələbələri bir-birindən fərqləndirmək mümkün olmaz. Hamı məsəl üçün məntiqdən 50 yığdı. Onda necə biləcəklər ki, hansı ixtisaslara kimlər qəbul olacaq? Yəni tələbələr balları bir-birindən fərqlənməyəcəyinə görə onları universitetlərə yerləşdirmək mümkün olmayacaq. Ona görə hər il imtahanlarda çalışılır ki, bir neçə dənə fərqli sual olsun ki, həmin suallara ancaq xüsusi düşünə bilən tələbələr cavablasın. Bizim müəllim olaraq vəzifəmiz nədir? Sizi bu yeni şifrələrlə, yeni sual tiplərlə tanış eləməkdir ki, imtahana girib DİM-in imtahanında döyüşərkən bu döyüşə əliboş getməyəsiniz. Yəni əli dolu gedəsiniz, hazırlıqlı gedəsiniz. Biz əlimizdən gələn maksimumunu edirik ki, sizi bu imtahana əli dolu göndərək. Siz nə etməlisiniz? Verilən tapşırıqları, verilən testləri vaxtlı-vaxtında işləməlisiniz ki, siz də imtahana əliboş gedənlərdən olmayasınız. Əli dolu gedəsiniz ki, imtahan döyüşündən qalib çıxa biləsiniz. Əslində rahat bir sualdır. Şifrəsini bilsəz, üsulunu bilsəz, rahat bir şəkildə həll etmək mümkündür. Hər dairə bir sözə uyğundur. Hər dairəyə bir söz uyğundur. Burada ən rahat söz hansıdır? 2 hərfli at sözü. Hamısı baxın 3 hərfli və yaxud da biri 4 hərflidir. At sözü isə 2 hərflidir. 2 hərfli olan dairəyə burada hansı uyğundur? Baxın bu dairə uyğundur. Bunun daxilində 2 dənə hərf var cəmisi. Deməli, bu nədir bizdə? At sözünün şifrəsidir. Bu rəqəmləri də qıraqda yazaq. 1, 2, 3, 4, 5. Cəmi 5 dənə hərfdən istifadə olunub. Bu sözlər düzəldilib. İndi bunun hansı A-dır, hansı T-dır ona baxaq. Məsəl üçün A sözü burada A hərfi neçə sözdə var? Bütün sözlərdə var. Deməli A daha çox dairənin içində olacaq da. T isə cəmi 2 dənə söz, 3 dənə sözdə var. Deməli T cəmi 3 dənə dairənin içində olacaq. Baxın. 1 dairə, 2 dairə və 3 dairə. Deməli bizdə T-dır. 1 bizdə T-dır. 2 isə avtomatik olaraq A olmuş olacaq. Baxın, bütün dairələrin içində var. Niyə? A hərfi çünki bütün sözlərin içində var. Ona görə bütün dairələrin içində A-nın olması normal bir şeydir. Sonra, burada bir dənə hərf var ki, o ancaq bir sözdə var. Yəni, bir yerdə iştirak edir, başqa yerdə iştirak eləməyib. Baxaq, A, T başqa sözlərdə var. R, A, M. Baxın, M, A, R ilə başqalarında var. Bir dənə Y hərfidir ki, baxın, başqa heç bir sözün içində yoxdur. Deməli, 4 nədir bizdə? Y-dir. 4 bizdə oldu Y. 2-ni də tapmışıq. 2 də A-dır. İndi, məsəl üçün, bu şifrəyə baxsaq, bu dairəyə baxsaq daha doğrusu. A, Y var, üçüncüsü nədir? A, Y olub, üçüncüsü. A, Y var, üçüncüsü nə olmalıdır? M olmalıdır. Deməli, 3 M-dir. May. Yəni, bu may sözünün dairəsidir. 3 oldu M, bunu da tapdıq. Avtomatik olaraq bir dənə 5 qaldı. 5-ə də qaldı R. Yuxarıdakı sözlərə baxın, bir dənə R hərfi qalıb. Məsələn, biz hamısının şifrəsini tapmış olduq. İndi burada onları başlayıb bir-bir sırayla düzələcək. 1-ə nə uyğun gəlib bizə? 1-ə T uyğun gəlib. 1-ə T. Baxın, 1 T-dir. 1 yazıq bura, yəni 1 bu olacaq da hərflərlə götürsək. Sonra 2-yə uyğundur A. A haradadır? Buradadır. 2 yazacağıq bura. Bizdən 1, 2, 3 istəyir. 3-ə nə uyğundur? M. M haradadır? Buradadır. 3. Deməli oldu 1B, 2C, 3Y. 1B, 2C, 3Y. Doğru cavabımız B variantı olmuş olur. Uyğunluq əsasında bunu tapdıq. Sualın cavabı hazırdır.